Bir videomuz hazır ve biz başladık. Laminat hakkında daha geniş videomuza başlayabiliriz. İlk önce laminatın qatlarına vurğulamaq istəyirəm. Laminatın qatları 4 qatımız var. Overlay qatımız, dekorativ qatımız, özək qatımız və ən son alt balans qatımız. AC siniflərimiz necə müəyyən olunur və s. və ilaxır bunlar haqqında danışmaq istəyirəm. Bildiyimiz kimi laminatımızın ən üst qatı overlay qatımızdır. Overlay qatı şəffaf bir təbəqədir. Bu qat indi sizə laminatda göstərim. Bəli, laminatımız budur, görürsünüzsə və bu laminat zərbələrə qarşı bir o qədər dözümlü deyilmiş. Baxın, bunun üzərində bir şəffaf qat var. Bu qat overlay qatıdır, yəni şəffaf qat. Bu qat adətən laminatın altındakı teksturanı, bu gördüyünüz teksturanı qorumaqla mükəlləfdir. Həm də laminatın bu içinin özək qatının suya qarşı dözümlülüyünü, eyni zamanda zərbəyə qarşı dözümlülüyünü artırır. Və bu overlay qatımızın dözümlülüyünə görə bizim AC siniflərimiz müəyyən olunur. AC sinif İngiliscə oxunuşunu qeyd edəcəm, özünüz oxuyarsınız. AC siniflərimiz var, bəli. AC sinifi aşınma sinifi deməkdir. Belə başa düşün ki, bunun üzərinə qum töksəm, çınqıl qoysam və bunun ayaqqabı geyinərək ayağıma bunu sürtsəm, bu neçə dəfə sürtülmədən sonra bu şəffaf qat yonulacaq və alt dekorativ qata biz çatacağıq. Bax, bir növ belə başa düşün, lore dildə. Tam bu deyildi, amma bir növ belə başa düşün. AC siniflərimiz, məsələn, bunu əzbər bilməyə ehtiyac yoxdur. Sadəcə, baxın, mən də oxuyacağam. Məsələn, 21-ci sinif var. 21-ci sinif nə deməkdir? Və bu siniflər gedir 22-ci sinif, 23-cü sinif, 32-ci sinif, 33, 34 və s. 21-ci sinif AC1 sinifidir. AC1 sinifi, yəni buradakı rəqəmləri izah etmək istəyirəm. Birinci rəqəm 21-i nümunə götürək, 21-ci sinif, AC1 sinifi. Bu nə deməkdir? Yəni, qarşıdakı iki rəqəmi, bizim qarşımızdakı iki rəqəmi laminatın harda istifadə olunacağını deyir. Yəni, 2 adətən o deməkdir ki, bu laminat ev üçün, məişət üçün nəzərdə tutulub. Yəni, 2 budur. 21, 22, 23, qarşıdakı 20-ni bildirən 2, onu bildirir ki, bu laminat məişət üçün, ev üçün nəzərdə tutulub. Yəni, çox ağır və stresli işlər üçün nəzərdə tutulmayıb. Və həmin 21-dəki bir rəqəmi onu bildirir ki, burada hərəkətlilik azdır. 22, yəni 2 rəqəmi deməli biraz hərəkətlilik çoxdur. 23, 3 rəqəmi isə hərəkətlilik daha da çoxdur. Bir növ belə başa düşün ki, biz 23-cü sinifi, yəni AC3 sinifini koridorda istifadə etməliyik, AC1 sinifini isə yataq otağında. Niyə? Çünki yataq otağında hərəkətlilik azdır. Amma koridorda isə demək olar ki, bütün otaqlara getmək üçün biz koridordan keçirik və koridordan istifadə edirik. Deməli, ən çox hərəkətli yer evdə haradır? Koridordur. Xüsusən də ayaqqabı ilə giriş qismi var ki, evin, biz evə gəlib daxil olduqda ayaqqabı ilə girdiyimiz koridor var ki, oranı biz ən az hərəkətlilik payı olan AC1 sinifi ilə və s. istifadə edə bilərik. Yəni, bilmərik deməyim də edə bilərik, amma daha tez aşınacaq. Orada cızıqlar daha tez görünəcək və evin giriş hissəsidir deyə o cızıqlar həmişə bizim gözümüzə batacaq. Bu, təbii ki, yenə bunu vurğulayıram, vecinə olmayan insanlara aid deyil. Hə, olsun evdə, əşi, nə olur olsun, getsin, yox, bunlara aid deyil. İş görmək istəyənlərə, evini gözəl, səliqəli görmək istəyənlərə aiddir. Yəni, bir şəxs evində oturursa, evinin dizaynından ləzzət alırsa, yəni bu xoşbəxt adamdır, həqiqətən. Biz evə adicə, məsələn, mən hal-hazırda bu çəkilişi etmək üçün əlimdə olan işıqlardan maksimum istifadə edirəm ki, ən azından video gözəl alınsın. Amma evdə bir lampa ilə, yəni elektrik nədir o? Yəni evdə bir işıqla, lampa ilə, 220 voltlu bir lampa ilə evində kifayətlənən adamlar var və biz bilmirik ki, bizim evimizin içi, dizaynı, təkcə evimizdən getmir söhbət. Çölə çıxdıq, küçənin dizaynı, gözəlliyi, səliqəsi bizim həyatımıza təsir edir, bizim yaşamımıza təsir edir. Stresli bir günün ardından siz gedib stresli işıq olan bir yataq otağına girib yatmaq istəyirsinizsə, inanın o narahatlığı hiss edirsiniz. Yəni bilməsəz də bədəniniz hiss edir onu.
Və buna görə yataq otaqlarına biz xüsusilə yanaşıb, orada xüsusi işıqlardan istifadə edirik ki, biz yataq otağına girəndə maksimum sakitləşək, stressdən uzaqlaşaq. Ən adi burada mən bir işığı söndürəcəm. İndi siz videonun formasına diqqət edərsiniz. Kompüterin işığı buradan vurur. Bunu da saxlayıram. Yəni vəziyyət budur. Bəlkə də kiminsə zövqünə görə gözəl ola bilər. Yenidən kompüteri yandırıram və arxa işığı aktiv edirəm. Yəni işıq bu qədər önəmlidir bizim həyatımızda. Laminatda işığa necə gəldik bilmirəm. Evimizdə xüsusi səliqə istəyiriksə, evimizdə rahat olmaq istəyiriksə bu şeylərə diqqət etməliyik. Gələk AC siniflərimizə yenidən və başa saldığım kimi AC sinifləri 2 rəqəmi, öndəki 2 rəqəmi bizim məişətimiz üçün, ev üçün, yəni məişət və ev üçün nəzərdə tutulub. Daha çox iç məkanlar üçün, orada ayaqqabı ilə gəzilməyəcək. Bu məkanlar üçün nəzərdə tutulub. Keçək digər sinifimiz 31, 32, 33, 34-cü siniflər. Bu nə deməkdir? İlk 3 rəqəmi onu ifadə edir ki, bu laminat artıq evdə yox da, daha stresli mühitlərdə, iş məkanlarında, ofislərdə, mağazalarda, hətta aeroportlarda belə istifadə olunur, yəni laminat bəzi yerlərində. Yəni bu oralar üçün nəzərdə tutulub. Hətta bəzən rast gəlməyə bilərsiniz. Məsələn, 40 neçə var. Yəni bu artıq daha stresli yerlər üçün nəzərdə tutulub. 40 neçə onu bildirir ki, bu konkret olaraq stresli məkanlar üçün nəzərdə tutulub. Dediyimiz kimi 3 rəqəmi daha stresli yerləri bildirir və digər yanındakı 4 rəqəmi isə hərəkətliyin çoxluğu. Məsələn 31, 32, 33, 34, 1 hərəkət ən az, 2 hərəkət çox, 3 hərəkət daha çox, 4 isə hərəkət intensiv. Yəni 34-cü sinif o deməkdir ki, bu maksimum hərəkət çox olan yerdə və daha çox xarici, ictimai məkanlarda istifadə olunmalıdır. Laminatın AC sinifləri haqqında bu qədər və ümid edirəm necə formalaşdığını bildiniz. Və bir yerə də diqqətinizi çəkmək istəyirəm ki, AC siniflərindən əlavə laminatın keyfiyyət və havaya buraxdığı zərərli qazların insan sağlamlığı üçün təhlükəli olub-olmadığını bildirən keyfiyyət standartları olur, təhlükəsizlik standartları olur. Bu nədir? Siz evdə bir laminat istifadə edəcəksinizsə, orada xüsusilə diqqət edin ki, Y1 sertifikatı varmı? Y1 sertifikatı Emission 1. Yəni Y1 sertifikatı onu ifadə edir ki, siz bu laminatı könül rahatçılığı ilə evdə istifadə edə bilərsiniz. Bu laminat evə maksimum az zərərli qaz ifraz edir. Yəni laminat dediyimiz kimi, laminat xüsusi qarışıqlardan ibarətdir. Ən adi overlay qatımız belə xüsusi qarışıqdır və bunun evdə olması insan sağlamlığı üçün riskdir. Amma bu riski mütəxəssislər minimuma endirmək üçün xüsusi aparatlardan, xüsusi istehsal formalarından istifadə edirlər. İnsan üçün təhlükəli olub-olmadığını Y1 sertifikatları ilə təsdiq edirlər. Y1 sertifikatı isə həmin laminatı biz evdə istifadə edə biləcəyimizi deyir. Y0 tapsaz nə gözəl. Hal-hazırda bazarda varsa bilmirəm. Bu insan həyatı üçün ümumiyyətlə risksizdir. Y1 isə yəni insan həyatı üçün təhlükəli deyil. Yəni insan həyatı üçün təhlükəli ola biləcək bir səviyyədə deyil. Laminatdan buxarlanan qazlar, ifraz olunan qazlar və s. digər maddələr. Bizim bu laminatımızın arxa hissəsinə AC3 yazılıb. Yəni bu laminat koridorlar üçün bir növ. AC3 sinifi dediyimiz kimi 23-cü sinif ev şəraiti üçün nəzərdə tutulub və koridor üçün. Və bu laminat hardan sökülübsə bilmirəm. Çox güman elə koridordan sökülüb, böyük ehtimal. Belə. AC siniflərimiz bu cür müəyyən olunur. Ümid edirəm ki, nəysə başa düşdünüz. Məsələn, deyə bilərsiniz, niyə 36-cı sinif yoxdur, niyə 24-cü sinif yoxdur? Çünki bu məntiqi cəhətdən düzgün deyil. Niyə? Çünki 26-cı bir sinif məsələn tutaq ki olsaydı, bu o deməkdir ki, hərəkət ev üçün nəzərdə tutulub, amma hərəkət daha çox intensivdir. Artıq bu laminat ev şəraiti, məişət laminatından çıxaraq xarici laminat funksiyasına keçir. Yəni ictimai məkanda istifadə olunacaq laminat funksiyasına keçir. Çünki bir evdə o qədər intensiv hərəkət ola bilməz. Olsa belə 23-cü sinifimiz onu təmin edir. Artıq 26-cı sinif deməyimiz bir növ absurddur ki, çünki heç bir evdə o qədər intensiv hərəkət olmayacaq. Yəni artıq o ev olmayacaq avtomatik. Biz orada başqa, yəni artıq AC33 siniflərindən, 34 siniflərindən istifadə etməliyik. Bir də məsələn bir sual var ki, qalın laminat AC1 sinifi ola bilərmi? Məsələn 12-lik laminat AC1 sinifi ola bilərmi? Xeyr, niyə? Bu 8 mm-likdir. Məsələn tutaq ki, laminat 12 mm-likdir, amma AC sinifi 1 varmı? Yəni
12 millimetrlik bir laminat niyə AC1 sinifi olsun ki, belə başa düşün. Yəni laminatın qalınlığı varsa, heç bir istehsalçı laminata o qədər xərc çəkib qalınlığını təmin edib, heç vaxt onun aşınma dəyərini aşağı qoymaz. Avtomatik AC1 sinifindən laminat qalınlığına görə çıxacaq və AC1 sinifində 12-14 millimetrlik laminat tapmaq demək olar ki, mümkün deyil. Laminat haqqında, istifadə qaydaları haqqında bu qədər. Bir sonraki bölümümüzdə isə laminat necə quraşdırılmalıdır, hansı evdə laminat olar, olmaz və s. və ilaxır kimi mövzulara toxunacağıq. Görüşənədək. Görüşərik.